Ərinin qətlə yetirilməsi ilə əlaqədar sevgilisi Zahir Sultanovla birgə ittiham olunan Leyla Abbasovanın məhkəmə istintaqı gedir. Today Press TV Qafqaz Infoya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır. İttihamın qısa məzmunu ondan ibarətdir ki, ötən ilin avqustunda 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə 20 yaşlı qonşusu Zahir tərəfindən bıçaqla öldürülüb. Aparılan istintaqla məlum olub ki, bu cinayət Leyla ilə Zahirin qeyri-rəsmi münasibətlərinin üstü açılandan sonra baş verib. Zahir özü də məhkəmədə birgə mühakimə edildiyi Leyla ilə münasibətinin olduğunu təsdiq edib. Onun dediyinə görə İkram bu münasibətdən xəbər tutduqdan sonra ondan qisas almaq istəyib. Sonuncu dəfə də ona söyüşlü mesaj yazaraq evə söhbətə çağırıb. Elə həmin vaxt üstündəki bıçaqla onu qətlə yetirib. Zahir cinayətə görə özünü təqsirli bilsə də Leyla ittihamla razı deyil. Belə ki, Leyla Zahirlə danışdığını boynuna alır, amma ərinin öldürülməsində iştirak etmədiyini deyir. Əlavə olaraq mərhum ərini ona bir neçə qadınla xəyanət etməkdə ittiham edib. Bugünkü prosesdə mərhumun hüquqi varisi kimi anası da ifadə verib. Sahilə Piriyevanın dediyinə görə hadisə günü şəhərdə olmayıb. Ana gəlinin Zahir mənə xəyanət edirdi fikirlərinə də etiraz edib. Oğlunun həyat yoldaşına heç vaxt xəyanət etmədiyini deyib. O, cavan oğlunun qətlinə görə Leyla ilə Zahirin ən ağır şəkildə cəzalanmasını tələb edib. Ananın bu sözlərindən Zahir aqressiv şəkildə reaksiya verərək mənə ömürlük cəza da versələr peşman olan deyiləm. İndi olsa yenə öldürərdim deyə qışqırıb. Proses şahidlərin iştirakını təmin etmək məqsədi ilə təxirə salınıb. Namiq Abbasov, Today Press TV.